Vaxtınız xeyir. Gəlin birinci başlayaq. Heç vaxt itirməyək. Qrupa göndərdiyim testlərin izahından başlayaq. İşləmisinizmi testləri? Bu uşaqlar iyul Müəllimə, imtahanının üzr istəyirəm. Bir qəbuludur. dənə bir test atmışdınız, onun cavabları amma yox idi. Onun cavablarını özüm atmadım ki, dəstə izah eləyəcəm bir-bir ona görə. Al. İndi gəlin birinci buna baxaq. Bu uşaqlar iyul ayının imtahanı idi. İndi avqust ayının suallarını da düzəldim. Avqust ayında göndərəcəm, onu da işləyərik. Yaxşımı? Düzü burada keçmədiklərimiz var idi. Amma keçkilərimiz də var idi deyənə, yəni göndərdim ki, baxasız da belə deyim. Bir saniyə. Getdik. Cavablar var idi bunda. Cavablar var idi deyənə sadəcə səhvlərimizi deyim. Deyin səhvlərinizi. İkini Uşaqlar. keçməmişdik, o səhv olub məndə. Baxaq. Keçməmişdik, amma bax, cavab əsasən tapa bilərsən. Keçdiyimiz bir şey dəstə qalsa. Severək yaşayanlar, sevilərək ölənlər. Mübtəda sualı nədir? Kim nə? Şirin bir xatirə tək qalacaqdır dünyada. Nə? Sevərək yaşayanlar, sevilərək ölənlər. Bax, burada sevirək yaşayan. Əsas tərəf nədir? An, ən, feili sifət. Sevilərək ölənlər. Bu feili birləşmədir. Cümlədə sual versən, mübtədanın sualı kim nədir? Müəllim, mən o söz birləşməsi kimi götürmədim. Mən onu Hə, yaşayanlar və ölənlər olaraq götürdüm hə, sadəcə. hə, birləşmədir. Çünki Hə, yox, mən birləşmə kimi baxmadım. Ayrı-ayrı cümlələr olaraq oxudum. hə, Kim yaşayanlar, kim ölənlər sualı verdim sadəcə. hə, anladım. Tamam. Sonra Hani dördə baxa bilərik. dördə Soğumasınız. Bəli. salamdır. Quş iki qanadla uçar yüksələr. Əvəzli mənazı növləri. Mən necə yüksəlim? Necə sual? Düzdürmü? Ürəklər bu dərddən, bu işarə, məndəki şəxs. Mən şəxs, necə sual, bu dərd işarə. Şəxs, Şəxs işarə, sual, işarə C sual. variantı. Ay, Hə, mən burada B variantı bir şeyin əksik götürmüşəm Yoxsa B burada variantı. qardaş xan sualı görmür. Bax uşaqlar, əslində qalsa ASAT test nümunəsidir, düzdürmü? Bax çalışın. Ümumiyyətcə elə bir dövlət qulluğunun Azərbaycan dilində artıq belə bir şey eləyirlər. Uzun-uzun şeir parçaları verib sizi yormaq istəyirlər. Psixoloji cəhətdən yükləyirlər də. ASAT nümunədir. Sadəcə olaraq, yəni əvəzləyin mənazı növlərində bilirsiniz, çətin bir sual deyil. Sadəcə olaraq bax biraz diqqət. Yəni siz şəxs əvəzliyini də bilirsiniz, işarəni də bilirsiniz, sualı da bilirsiniz. Sadəcə o testi biraz qarışdırır ki, hə, siz də qarışasınız, amma siz qarışmayın da yəni. Sonra Bəli, mən də bir dənə ikisinin üstə baxa biləcəm məsələn. neçə qardaşlar? 2 3. 2, 2, 8, tamam. Burada bax həmcins mübtədaların ifadə vasitəsi. Şirin bir xatirə tək qalacaqdır dünyada. Nə? Sevərək yaşayanlar, sevilərək ölənlər. Mübtədanın sualı kim nədir? Burada da sevərək yaşayan, sevilərək ölən nədir? Feili birləşmədir. Çünki əsas tərəf nə ilə ifadə olunub? An, ən, feili sifətdir. Bir də bu feili birləşmədir ha. Buna birləşmə kimi baxın. Bir söz kimi baxmayın. Mən də düzəldib müəllim. Feyli sifət yazmışam. Hə, bayaq xanım Güney'in dediyi kimi, hə, bax bu, yəni birləşmədir. Hə, bir 8, 3. 3. Düzəltmə zərfləri müəyyəndir. Zərfi keçməmişik, bu gün keçəcəyik. Bir də uşaqlar, onu da deyim, sabah səhər saat 11-də dərsimiz olacaq. Orfoqrafiyanı keçəcəm, yaxşımı? Dərsi rekord eləyəcəm. Yəni təkcə siz qoşulmayacaqsınız da. Ümumi orfoqrafiyanı keçirəm. Bacardığım qədər hər həftənin bazar günü demək olar ki, bir dərs salacağam. Yəni onu müəyyənləşdirəcəm də sizə deyəcəm. Orfoqrafiyanı keçəcəm sabahkı dərsimizdə. Dərsə də qoşulmasanız problem deyil. Onsuz da videoda hər şeyi bir-bir izah eləyəcəm. Yaxşı? Dərsin PDF-ini də qrupa göndərəcəm, orfoqrafiya ilə bağlı. Yaxşımı? Yəni videoya baxsaz kifayət olacaq. Düzəltmə zərflər. Düzəltmə zərf nədir? Yəni leksik şəkilçilər vasitəsilə düzəlsin. B-dir burada cavab. Gücdən güclə, lalə ilə düzəlib. Zərf nəyə aid olur? Feylə aid olub, hərəkətin tərzini bildirir də. Güclə danışdı. Necə danışdı? Lalə ilə düzəlib. Çəpəki. Açı, əki şəkilçisi var ha. Zərf düzəldən leksik şəkilçidir. Yandan yanakı, çəpdən çəpəki. O mənə çəpəki baxdı. Necə baxdı? Çox sözündən çoxdan. Çoxdan da düzəltmə zaman zərfidir. Dandənlə düzəlib. Dandən nədir? Zərf düzəldən leksik şəkilçidir.
O mənə çoxdan yazır. Nə zaman yazır? O deyir B variantı. Bax, A-da cəsarətli sözü düzəltmə sifətdir. C-də gözlə sözü feildir. D-də günorta mürəkkəb zərfdir. İki sözün birləşməsi ilə yaranıb. 7-dəki birdən-birə mürəkkəbdir. Yeni də belə çıxırsan, cavab eləyir B variantı. Aydın. Təşəkkür. Buyurun. 8-ə qədər var kimdəsə? 8. O məhbə 8 tipli suallar uşaqlar imtahana tez-tez düşür. Belə uzun cümlələr verir. Deyir, cümlə ilə bağlı doğru fikirləri müəyyən edin. Ən çox da feillə bağlı düşür. Feili sifət və feili bağlamanın şəkilçilərini əzbərləyin. Avqust ayında da, iyul ayında da bilirsiniz necə tipli test düşmüşdü? Bax. Bu 7-ci sual var ha. Təsriflənməyən feillərlə bağlı uyğunluğu müəyyən edin. Bu tipli testlər tez-tez düşür. Uzun-uzun cümlələr verir. Uzun-uzun cümlələr verəndə qorxmayın, çəkinməyin. Gedin testin üzərinə. Bildiyiniz şeydir. Və feildə mütləq şəkilçiləri əzbərləyin. Əgər feilin sizə çətin gəlməməyini istəyirsinizsə, testdə də düşür. Bax, keçmiş zamanda işlənmiş feili düşün. Bax, yəni 13-cü sual çətin bir test nümunəsi deyil ki, keçmiş zaman şəkilçisini biləndən sonra gül kimi də testdir. Nə var ki burada? Şəkilçiləri əzbərləyin. Bir də saniyə. İndi 7-dən 8-ə baxırdım. Deyir, o məktəbə, nəsə cümləni oxumuram, doğru fikirlər istəyir. Təsriflənməyən feillərin hər üçünə aid nümunə var. Təsriflənməyən feillər hansıdır? Məstər, feili sifət, feili bağlama. Baxaq. Basdıqları. Basdıqları sözündəki dıq nədir? Feili sifət. Oynadıqları. Dıq nədir? Feili sifət. Yığdıqlarını. Dıq nədir? Feili sifət. Demək, hər üç növünə aid nümunə yox, sadəcə feili sifətə aid nümunə var. Ona görə bir səhvdir. Sadə və mürəkkəb feillər işlənmişdi. Basdıqlarını sadədir, yığdıqlarını sadədir. Düzəltmədə ki, bilirsiz hansıdır burada? Bircə saniyə. Yığdıqlarını sadə və mürəkkəb feillər. Hə, burada sadə feil var. Hə, mürəkkəbdə ki, gedib gəldiyi. Gedib gəldiyi də mürəkkəb feildir də. Gedib gəlmək mürəkkəbdir. Basdıqlarını, oynadıqlarını sadədir. 2 düzdür. Təsriflənən feil frazeoloji birləşmədir. Uşaqlar, təsriflənən feil zamana görə dəyişilə bilən feildir. Zaman və şəkil şəkilçisini qəbul edə bilən feil təsriflənən feildir. Yadına saldı. Burada təsriflənən feil yadına saldıdır. Çünki şuri keçmiş zamandır da. Zamana görə dəyişibsə təsriflənəndir. 3 düzdür. 2, 3. Bir də yadına salmaq da ki, frazeoloji birləşmədə. Yadına salmaq nədir? Xatırlamaq. 2 ilə 3 düzdür. Feillər Müəllimə, məlum həm zamana görə, həm də şəxsə görə dəyişməlidir təsriflənən həm şəxsə görə dəyişməlidir, həm nəyə görə Ayşə? zamana. Bəli, zaman. Zaten Eyni zaman zamanda şəkli. ikisinə görə də, yoxsa birinə görə də ola bilər, yoxsa Dost Ayşən ümumən eyni də şeydir. Zamana görə dəyişilə bilir və zaten şəxsə görə dəyişilir də. Zaman şəkilçisi qəbul edən fil şəkli də qəbul eləyir də zaten. hə, başa düşdüm. İkisini də eyni anda qəbul edir zaten. Eyni anlayışa gəlir yəni. Feillər məlum növdədir? Bəli, məlum növdədir. Düz deyir. Basdıqlarını, oynadıqlarını məlum növdədir. Heç bir növün şəkilçisi yoxdur. Başqa nə ola bilər ki, güya? Düzdür bu da. Sonra davam eləyək buradan. Deyir ki, feillər məlum növdədir. Düz deyir. Feili sifətlər feili birləşmə əmələ gətirərək yalnız təyin vəzifəsində işlənmişdir. Xeyr. Niyə? Nəyi yığdıqlarını, nəyi oynadıqlarını tamamlıq vəzifəsində işlənmişdir. Təyin vəzifəsində işlənmir. Təyini sualı hansı, neçə, nə qədərdir? Amma burada nəyi tamamlığın sualıdır. Yəni təyin vəzifəsində işləmir. Ona görə 5 səhvdir. Demək burada düzgün cavab nədir? 2, 3, bir də 4. O da eləyir B variantı. Başa düşdünüz bunu? Bəli, müəllimə, başa düşdüm. Tamam. Sonra var başqa səhviniz varsa deyin. 8-dən başqa var kimdəsə? Yoxdur ki.
Yoxdur, tamam. Hadi Bir 9-a də da baxa bilərik. 9-a baxaq. 9. Tamam. Söz birləşmələrdən hansının mənsubiyyət şəkilçisini ixtisar etmək olar? Aha, ixtisar etmək olar. D. Bizim kəndimizdəki imizi ixtisar edib bizim kənd demək olar. D variantı. Bizim kəndimizdə imizi ixtisar Hə, eləmək olar. bunu hə, bizim kənd. Mən bunu əvəzliyim. Bizim sözü ilə fikirləşib səhv Hə, götürmüşəm. Sarvan, bizim orada imyəlikdə axı, bax, birləşmənin birinci tərəfi olurdu yəli, ikinci tərəfi olurdu mənsubiyyət. Oradakı imyəlikdə axı. Hə, bildim. Tamam. Sonra var başqa Müəllim, səhv? birinci Hə. sualda özünüz cavabları yazmışdınız altdan. Hə, bəli, uşaqlar. Bunu özüm tərtib eləyəndə cavablar yazmışam. Amma gəlin bunu baxaq. Müntəzir gözləyən, bəli, müntəzir. Bax, Koroğluda deyirik əmrə müntəzir. Yəni əmrə belə oturub gözləyir ki, görəsən nə istəyir. Əmrə buyruq gözləyən. Mücəssimə düzdür. Hər hansısa bir xüsusiyyəti təcəssüm etdirən adamdır. Bəli. Deyirik onun mücəssəməsi gözümün önündən getmir. Yəni onun hər hansısa bir xüsusiyyəti. Senzurada səhv bilirsiz nədir? Mətbuat üzərində nəzarəti həyata keçirən şəxs yox, orqan. Senzura bilirsiniz də nədir? Mətbuat üzərində nəzarət eləyir, qadağalar verir. Onu şəxs eləmir, orqan eləyir. Orqanın adıdır. O. Yəni adamın adı deyil, şəxs deyil. Traktat elmi əsər deməkdir. Elmi mühakiməsi verilən əsərdir. Məsələn, Məhəmməd Füzulinin traktatı. Əsərin bir növüdür. Elmi əsər, fəlsəfə əsər növüdür. Burada deyir ki, nöqsanları, çirkin əməlləri istehza edib pisləyən qəzet müqaviləsi bu felyetona aiddir. Ülfətdəki bəli, mehriban münasibət, dostluq deməkdir. İmtahandan çox düşən sözlərin lüğətini indi hazırlayıram, az qalıb. Düzdür? Bunları tam da Müəllim, bilmək yəni olmaz. Hansı sözləri salacaqlar? ülfətlə senzuradan başqa bizə tanış ola biləcək orada hər hansısa bir söz yoxdur. Əgər Hı. üçüncü qrupdan məzun olmamışıqsa. Hə, düzdür, razıyam biraz. Biraz, hə. Müəllim, bir sual verə bilərəm. Buyur Ruqiyyə. Həmin sözlərin lüğəti əvəzedici olaraq sizdə var, ən azından yəni Var, müəyyən bir hissəsi. var. İndi onu hazırlayın, az qalıb. Çünki bilirsiniz, şu əlimdə lüğət var, amma hər dəfə yenisini elə bil çıxarırlar da, belə deyim sizə. Mən də ona görə əlimdəki sözü biraz da, lüğəti biraz da genişlədirəm də. Ona görə indi mən hazırlayım, bitirən kimi göndərəcəm, baxarsınız. Amma yenə də buradakı sözlər biraz elə bil bəxtəxuda sözlərdir də, belə deyim. Yəni diqqətli Müəllimə, olun. bunların hamısı məktəb proqramına əsasən hazırlanmalı deyil. Bəli, bəli. Orta məktəb Məsələn, proqramı. bizim məktəb proqramımızda mən nə müntəzir oxumamışam, nə mücəssəmə oxumamışam. Mücəssimə yoxdur, amma Müntəzir Dədə Koroğluda var. Koroğluda, ədəbiyyatda Hmm. biz keçmişik, onu da xatırlamıram o Hə, dərinlikdə. bax Koroğlu Danışmışıq əsərində da, var. yəni mətnini keçməmişik axı. Onun üçün deyirəm, bunu əsasən üçüncü qruplar bilirdi. Çünki oxuyurdular bu kitabların hamısını. Mən də üçüncü qrupa prosta elə tanış deyil. Hə, Müəllim, bir də sual sayı 13 olur. sual. Azərbaycan dilində. Yo, bunu mən özüm onun üçün elədim uşaqlar. O da bilirsiz niyə? Çünki mən sizə 15 dəqiqə, 10 dəqiqə vaxt verirəm də, baxmadı 2 sualdır, 2 sualdır. Və 2 sual da çətin idi. Ona görə sualları kəsirəm, 10 dənə, 11 dənə, 13 dənə eləyirəm ki, vaxta sığışsın da, başa düşdünüz necə? Məsələn, 10 dəqiqə, 15 dəqiqə vaxt verirəm sizə, 15 dənə də sual. O da biraz haqsızlıqdır da. Məsələn, indi imtahanda Azərbaycan dilinə maksimum onsuz da elə vaxtınız gedir də 20, maksimum 25 dəqiqə vaxtınız gedir. Mən də ona görə sual sayını elə tuturam ki, vaxtı bölüşdürə bilək də, yəni çatdıra bilmək adına. Yaxşımı? Ona görə Ha, belə. bildim müəllim. Amma sual sayı yəni Azərbaycan dili nə qədər çox olsa sual sayı mənim üçün o qədər xeyirdir yəni. Çünki mən 3-cü qrupam. Azərbaycan dilinə inşallah full yazmaq istəyirəm. Ona görə də nə qədər İnşallah. çox olsa o qədər yaxşıdır. Pul yazsanız çox sevinərəm. İnşallah Mən müəllim. də Oldu, çox sağ paylaşaram. olun. Buyurun. Getdik. Gəlin buranı bağlayaq ondan. Uşaqlar, sabah səhər saat 11-də dərs salacağam. Demək, keçəcəyimiz mövzunun adı da orfoqrafiya olacaq. Yaxşımı? Hə, Sarvan, düzdür. O qədər hər şey çətinləşir ki. Amma uşaqlar, neqativ şeylər çoxdur. İstəsək də, istəməsək də, yəni çoxdur da neqativ şeylər. Amma
Bilsiz, mən özümdən deyim də, o qədər insan, yəni sizin ətrafınızda da var da, məsələn, mən məsələn imtahana hazırlaşan ətrafımda çoxdur. Yəni müəlliməyəm də, düzdür, istər abituriyent, istər dövlət qulluğu, istər MİQ və sairə ora bura. O qədər insan və ətrafında insan da çoxdur və çox insanın çox şeyinə də şahid olursan da həqiqətən. Məsələn mən 2017-ci ildən işləyirəm də, belə 16-cı ildən işləyirəm də. Nəzərə alsaq ki, o qədər kursda filan işləmişəm, o qədər ətrafımda imtahana hazırlaşan və s. Neqativ şeylər olsa da, getdikcə hər şey çətinləşir də, yəni asanlaşmağa doğru, əksinə hər şey çətinləşir. Hər bir sahə belədir, uşaqlar. Yəni dövlət qulluğu da belədir. Məsələn, müəllimlərin işə qəbul imtahanı da bundan da betərdir. Yenə sizdə hər ay imtahan var. Orada ildə bir dəfə imtahan olur, vakansiya keçir, vakansiya olmur. Yəni insanlar, yəni ona 7-8 ilini, 10 ilini verən insanlar var da. Nə bilim, abituriyent ayrı bir şey, bakalavraları bilirsiniz ki, nə bilim, artıq universitetdə. Nə bilim, nəysə, uzun sözün qısası. İnsan var ki, oxuyur, əziyyətin sonunda qarşılığını ala bilmir. Amma bütün bu neqativlərdə belə bir şey var ki, yəni o həmişə belə bir şeydim də. Bir tərəzi var. O tərəzinin adı ilahi tərəzidir. Yəni həqiqətən də Allah hər şeyi o qədər balanslaşdırır ki, yəni həqiqətən buna ürəkdən inanın. Bax bunu deyirəm də sizə. O qədər ətrafımda elə şeylərin şahidi olmuşam ki, baxırsan əziyyət çəkir, o, bu. Amma nə yazılıbsa, sonda sənə nə yazılıbsa, sonda sənə nə tapacaqsa, o gəlir səni tapır. Sadəcə olaraq insan biraz belə deyim də, çox da müdrik varlıqlar deyilik də biz, düzdürmü? Yəni elə bir gücümüz də yoxdur ki, gələcəyimizi görə bilək. Biz istəyirik ki, mövcud şərtlərə görə davranırıq, mövcud şərtlərə görə İstəyirik ki, çox yaxşı işimiz olsun, maddi qazancımız olsun, əziyyətimizin qarşılığını alaq, düzdürmü? O da bilməyəndə təbii ki, pis oluruq, depressiyaya düşürük, nə bilim və s. Amma nə olacaqsa olur. Yəni istədiyin anda tapmır səni, biraz gec tapır, motivasiyadan düşəndə tapırsan, nə bilim. Amma Allah inanın ki, hər şeyi balanslaşdırır və qismət deyilən bir şey var və nə olursa inanın ki, yaxşılığa doğru gedir. Olur. Yəni həqiqətən bunu yəni düşünün. Düzdür, yenə də deyirəm, deyəcəksiniz ki, müəlliməm, yəni bu cümlələri demək asan deyil. Gəlin bir də məsələn, indi həmin özünə görə yaşadığı bir həyat çətinliyi var da. Amma zaten bizim yolumuz var və biz zaten o yol üzrə gedirik. Başa düşdünüz necə? Yəni bir yolumuz var. Bizim üçün yazılmış bir yol var. Biz məsələn deyirik ki, hə bu alınmadısa fiso, həyatımın sonudur. Ay Allah, bu qədər əziyyət çəkdim. Maddi, mənəvi, axıra nə oldu, bu oldu, nə edəcəm? Və insan da elə bir varlıqdır ki, ayağa durmağa bacarır. İstəsən də istəməsən də zaten ayağa durursan, düzdürmü? Yəni ona görə deyəcəyim odur ki, qismətiniz nədirsə, tək yaxşı olsun. Təbii ki, dua eləyin hər şeyin yaxşı olması üçün və çalışın. Allah deyir ki, səndən hərəkət, məndən bərəkət. Yəni siz maksimum full dərəcədə əlinizdən nə gəlirsə ortaya qoyun. Gerisi Allaha qalmış bir şeydir. Düzdürmü? Yəni çalışın, çarpışın. İnsan ən azından belə də deyirəm, mən həmişə nəyisə bir şey istəyəndə, ay Allah bu mənim üçün olsun. Bir insanın özü də olmalıdır da, düzdürmü? Allahdan nəsə istəyəndə ki, ay Allah bu qədər əziyyət çəkdim. Bax bunu istəməyə mənim haqqım da var. Düzdürmü? Yəni insan nəyisə istəyəndə bir ortada bir haqq hüquq da olmalıdır. Yoxsa elə havadan sudan insan nəyisə istəməyə də düzgün deyil, düzdürmü? Əziyyətinizi çəkin, gerisi olacaq. Deyirəm ya, o qədər şeyin şahidi oluram ki, baxın, tələbə var məsələn, deyir, "Afisay bitdi, bax mənimki bitdi." İnanın o qədər yerdən, başqa bir yerdən üstündən biraz keçir. O qədər gözəl iş təklifi alır ki, o qədər elə tələbələrim olub ki, deyib müəlliməm, nə yaxşı dövlət qulluğu almayıb, amma burada öyrəndiklərim mənə başqa yerdə o qədər işimə yaradı ki, o qədər insan sevinir ki, o qədər ətrafımda çox insan olub. Ha. Yəni uzun sözün qısası, neqativ düşünməyin, əlinizdən gələni eləyin. Zaten nə yazılıbsa haqqınızda o da olacaq. Hər şey sizin üçün yaxşılıqla olsun və asanlıqla olsun. Sizin üçün çox dua edirəm, həqiqətən. Yəni əziyyət çəkən, hər hansısa bir yola çıxan, hər hansısa bir yolun başlanğıcında olub nəsə eləməyə çalışan hər bir insan Allah yar və yardımcısı olsun. Olacaq da yəni. Belə. Gəlin indi başlayaq. Birinci təzə dərsimizə keçək uşaqlar, yaxşımı? Dərsimiz fe'l idi. Məstər fe'li, sifət fe'li bağlama idi. Ondan da da az testi idi. Bir dənə şəkilçiləri soruşaq. Şəkilçi məsələsi önəmlidir. Güneldən gedək. Günel, məstər yazdığın bir dənə şəkilçisi var, ona görə onu soruşmuram. Fe'li sifətin şəkilçilərini say görək Günel. Zaman şəkilçiləri idi də, ası idi, malı idi, an idi. Zaman mənası və ası idi, Bəli, bəli. acaq idi, aha. idi. Mhm. Sonra səhv eləmirəmsə ıb idi də. Mhm. İb fe'li bağlamadı.
Ay, yox, çaşdım, üzrü say, üzrü say. Mhm. Acaq Mhm. idi, asıydı, malıydı, bir Acaq. dənə idi. Ası, Aha. malı. Acaq, ası, malı, mış, bir də dık plus mənsubiyyət. Bir dənə dığı unutmuşdum. Mış Hə. yadımdaydı ama dığı unutmuşdum. Acaq, ası. Bir də Cüneyt, bax gəl bunları da qruplaşdıraq. Acaq, asımalı, gələcək zaman mənalı fe'l Bəli, sifətlər mənalıydı. düzəldirdi. Mış keçmiş Düzdürmü? zaman mənalıydı. Mış keçmiş zaman mənalı fe'l sifəti idi. An, ən Bəli. indiki zaman bir də mış dık plus mənsubiyyət keçmiş mənalı idi, düzdürmü? Anan isə nə idi? İndiki zaman mənalı fe'l sifət yaradırdı. Bəli, Hı bəli. -hı. Tamam. Üzr say. Buyurun. Lemandan gedək. Leman fe'l bağlama şəkilçilərini say. Leman fe'l bağlama. Leman Salmanov. Yadımda qalan müəllim. Say Leman, nə yadındadırsa say. Ə, Dıqda idi, dıqca, anda. Arçan, araq, ınca, dıqca, dıqda, armaz. Armaza diqqət edin ki, kökəyin olan sözlər artırılmalıdır. Bir də ıb, ib, ub, üb. Ib, ib, ub, übdəki həm nəqli keçmiş idi, həm də fe'li bağlama olurdu. Nigar Cəfərova. Nigar, ıb-ı nəqli keçmiş və fe'li bağlama kimi necə ayırarıq? Müəllimə, inkarda, fe'li bağlama inkarda işlənə bilir də, yəni ondan ayırırıq. Yox, bax, Nigar, ıb-ı ara qərəklə əvəz edə biliriksə, fe'li bağlamadır. Gələcək. Hə, bəli, bəli. Mhm. Əvəz et. I-bı ara qərəklə əvəz edə biliriksə, fe'li bağlamadır. Əvəz edə bilmiriksə, nəqli keçmişdir. Düzdürmü? I-b əgər cümlənin sonunda gəlibsə, nəqli keçmişdir. Cümlənin ortasında gəlibsə, nədir? Fe'li bağlama. Məsələn, o evə gəlib dərs oxudu. Gələrək dərs oxudu. Fe'li Bu oldu bağlamadır. fe'li bağlama. O evə gəlib nöqtə, buradakı ib nədir? Olacaq nəqli keçmiş. Hə. Aha, bəli. Ruqiyyə Muradova, Ruqiyyədən gedək. Ruqiyyə, keçmiş zaman iki yerə bölündü. Şudi nəqli. Şudinin şəkilçisini denə. Rudu kesmiş zaman dıdı. Nəqli. Nerede kesmişmiş? Mış bir də biri də var idi. Ib, ib, ub, üb. Bəli, bəli. Mış bir Mış də bir də bu ıb. sıfır. Aha, düzdür. Rüfanə ilə gedək. Rüfanə, qəti gələcəyin şəkilçisi. Hə, Rüfanə, qəti gələcəyin şəkilçisi nə idi? Acak, acak. Ədək, qeyri-qəti. Ar, ər. Ar. Hə. Rüfanə, qeyri-qətin inkarında hansı hadisə baş verirdi? Sən gəlməzsən, o gəlməz, siz gəlməzsiniz, onlar gəlməzlər. Gelmez ben. Demək, Rüfanə, qeyri-qəti gələcək zamanda ikinci və üçüncü şəxsin təkində və cəmində r-zı əvəzlənməsi baş verirdi. Sən gəlməzsən, o gəlməz, siz gəlməzsiniz, onlar gəlməzlər. Demək, Rüfanə, qeyri-qəti gələcək zamanda ikinci və üçüncü şəxsin təkində və cəmində r-zı əvəzlənməsi baş verirdi. Qeyri-qəti gələcək zamanın inkarında. Sən gəlməzsən, o gəlməz, siz gəlməzsiniz, onlar gəlməzlər. Aha, xanımla. Xanım, indiki zaman şəkilçisi nə idi? Xanım, səs aça bilirsənmi? Bəli, bəli, axşamınız xeyir müəllimə. Axşam xeyir olsun xanım. İstudent, Bəli, xanım, ır, ir, ur, ür. Xanım, məchul növün şəkilçisi. ıl üstü 4, Aha. N üstü 4, bir də n. aha. N. Xanım, feilin qrammatik məna növləri var ha. Məchul, qayıdış, qarşılıq, icbar. Bunların şəkilçiləri leksikdir, yoxsa qrammatik? Məchul qayıdış, leksik. Leksik. Ay, sağ ol. Çünki yeni məna yaranır da ona görə. Ay, sağ ol. Bəli. Bəli. Məchul, qayıdış, qarşılıq, icbar leksikdir. Amma feilin zaman şəkilçiləri, şəkil şəkilçiləri, şəxs şəkilçiləri qrammatik. Düzdür, xanım. Getdik. Bircə saniyə. Qardaşxanla gedirik. Qardaşxan, feilin xəbər şəklinin göstəricisi nədir? Xəbər şəkli necə düzəlir?
Bir dənə xəbər şəkli müəllim orada Nə olurdu? Nə şəkilçisi olurdu? şəxs şəkilçisi idi orada. Nə şəkilçisi olurdu qardaş? Zaman şəkilçisi Hə, olur. zaman şəkilçisi müəllim. Bəli, zaman şəkilçiləri olan feil nə sayılırdı? Xəbər şəkli sayılırdı. Gülbəniz Cəfərova, Gülbəniz vacibin şəkilçisi nə idi? Malı mən şəkilçisi. Bəli. Gülbəniz vacibin inkarı iki cür düzəlirdi. De görək. Mamə inkar şəkilçisi, bir də deyil Ay alternativa. sağ ol. Mən yazmamalıyam da deyə bilərik. Mən yazmalı deyiləm də deyə bilərik. Ay sağ ol, düzdür bəli. Ziya, Ziya lazımı şəkilçisini deyək. Lazım şəkilçisi asası Bəli. Ziya lazımın inkarı yalnız necə düzəlirdi? deyillər. Ay sağ ol. Mənə lazım deyil, düzdür. Yaxşı Ziya. Qarşılıq bir gəlin şəkilçisini deyək. Işığı, Ay sağ ol. Işığı ilə düzəlirdi, düzdür. Sarban icbar növün şəkilçisi. Sarvan icbar növün şəkilçisi. İcbar növünün şəkilçisi Hı. Dır, dir, durdur. Bir də durdur. t ilə. Dır, bir də t idi. Sarvan. Yaxşı Sarvan. Hı. Arzunun şəkilçisini deyək. Necə arzu? Haha. Arzu şəkli necə düzəlirdi? Feilin arzu şəkli necə düzəlirdi Sarvan? Arzu şəkli a, A, ə, ya, yə. ya, şəkilçilərindən gələm. istifadə olunur. Sən gələsən, o gələ, biz gələk, siz gələsiniz, Bəli. onlar gələrlər, düzdür. Ayşə nə? Ayşə feilin şərt şəklinin şəkilçisi nə idi? Ayşə Qurbanova. Hə, müəllimənlə siz şərt Hə. şəkli sasə. Ay sağ ol, sasə düzdür. Ayşə əmr şəkli necə düzəlirdi? Əmri də görək. Əmr şəkli şəkilçisiz olurdu. Məsələn, qoy, get, Hə, gəl. düzdür. Bəs nə ilə düzəlirdi? Şəkilçisiz olurdu. Amma özünə məxsus nəyi olurdu onun? Şəxs şəkilçiləri. Şəxs, hə, bəli, şəxs Hı -hı. şəkilçilər olurdu. Mən gəlim, birinci şəxsin təki. İm, Sən gəl, ikinci şəxsdə heç nə qəbul eləmirdi. O gəlsin, üçüncü şəxsin təki. Sun. Biz gələk, birinci şəxsin cəmi aq, ək. Siz gəlin, ikinci şəxsin cəmi ın. Onlar gəlsinlər. Üçüncü şəxsin cəmi isə nə idi? Sınlar, sinlər, sunlar, sünlər. Bəli. Yetərdi. Uşaqlar, bax sizdən istədiyim nədir? Şəkilçiləri, feilin şəkilçilərini mütləq dərəcədə əzbərləyin, lazımdır, soruşacağam. Gələn dəstə soruşacağam, yaxşımı? Feili bilmək üçün şəkilçiləri əzbər bilməlisiniz. Yəni bunu gələn dəfə soruşacağam sizdən bu şəkilçiləri. Getdik. Gəlin başlayaq. Ay, buranı eləyirik. Buradan çıxaq bir dənə. Bu gün zərf keçəcəyik. Yəni zərfdən başlayaq. Zərf bir də modal sözlər və nidanı. Modal sözlər və nida rahatdır deyənə. Zərfin yanına modal söz və nidanı qoyuram. Gələn dəfə qoşma bağlayıcı ədat, üçüncüsü bir keçəcəm. Bundan da birinci hissəni bitirəcəyik, ikinci hissəyə başlayacağıq. Bir də sizə əlavə 2 dənə dərs alacağam bazar günü. Onun birində də fonetikanı keçəcəm, birində də eyni kökünü. Yəni gələn həftə birinci hissəni bitirib ikinci hissəyə başlayacağıq. İkinci hissə birinci hissədən daha tez bitir. Yəni bu birinci hissənin belə ən çətin yerlərini, ən uzun yerlərini belə deyim də qoyduq qıraqda. Zərfdən getdik. Zərf nədir? Zərf feilə aid olur. Məncə bunu hamımız bilirik də, düzdürmü? Zərf ismə də aid ola bilər ha. Bəzən elə bilirlər ki, zərf ancaq feilə aid olur. Hə, düzdür. Amma yalnız yox. Zərf ismə də aid ola bilər, düzdürmü? Zərf hərəkətin tərzini, zamanını, yerini, miqdarını bildirən əsas hissəsinə nə deyilir? Zərf deyilir. Məsələn, deyirsən ki, dedik zərflər hərəkətə aid olduğu kimi, digər nitq hissələrinə də aid ola bilər. Məsələn, dağlar həmişə dumanlıdır. Bax, həmişə burada nədir? Zaman zərfidir. Zərf burada nəyə aiddir? Sifətə aiddir. Düzdürmü? Dünən qonaqlıq idi. Dünən nədir? Zaman zərfidir. Nəyə aid oldu? İsmə aid oldu. Yəni zərf feilə aid olur, amma digər nitq hissələrinə də aid ola bilər.
Zərfin quruluşu 3 növ var. Bunlar hansılardır? Sadə, düzəltmə, bir də mürəkkəb zərflər. Sadə zərflər yalnız kökdən ibarət olur. Düzəltmə zərflər leksik şəkilçilər vasitəsilə düzəlir. Mürəkkəb zərflər isə iki və də artıq sözün birləşməsilə neyniyir? Yaranır. Getdik. Demək, düzəltmə zərflər necə olur? Kök və leksik şəkilçidən ibarət olur. İndi gəlin baxaq görək ki, zərf düzəldən leksik şəkilçilər hansılardır? Casınacəsinə, dostcasına, igidcəsinə, yoldaşcasına. Məsələn, onlar igidcəsinə vuruşur. Necə vuruşur? Bax, casınacəsinə neynədir burada? Tərz hərəkət zərfi neynədir? Düzəltdi. Dostcasına. Onlar dostcasına əylənir. Necə əylənir? Casınacəsinə ilə düzəltdi. Lalə. Lalə şəkilçisi də daha çox tərz hərəkət zərfi düzəldən leksik şəkilçidir. Məsələn, heyrətlə, qəzəblə, hərarətlə. Məsələn, o heyrətlə bizə baxır. Necə, nə tərzdə heyrətlə? Qəzəblə. O qəzəblə baxırdı. Necə baxırdı? Səbirsizliklə dinlədi. Necə dinlədi? Lalə ilə düzəldi də, düzdürmü? Ən şəkilçisi var. Daxilən, qəsdən, ruhən. Məsələn, o mənə daxilən bağlıdır. Necə bağlıdır? O bunu qəsdən etdi. Necə etdi? Yana, yanə, anə şəkilçisi var. Zarafat yana, dost yana, ağa yana. Məsələn, biz ağayana görüşdük. Necə görüşdük? Tərz hərəkətdir də, düzdürmü? Sonra şairanə. O şairanə danışırdı. Necə danışırdı? Dan-dən şəkilçisi var. İndi dan-dənlə bağlı nə deyək? Dan-dən həm ismin çıxışlı halda, həm də zərf düzəldir. Yəni, iki funksiyası var. Dan-dənli söz kimdən, nədən, haradan sualına cavab verirsə, olacaq çıxışlı hal. Necə, nə cür, nə zaman sualına cavab verərsə, olacaq zaman zərfi. Baxaq, məsələn, o bəkdən danışır. Necə danışır? Tərz hərəkət zərfi. Sonra astadan məni dinləyir. Necə dinləyir? Tərz hərəkət zərfi. Çoxdan bizə gəlmir. Nə zaman? Zaman zərfi. Amma kimdən, nədən, haradan sualına cavab verirsə, olacaq çıxışlıq. O evdən getdi. Haradan? Oldu çıxışlıq. O məndən incidir. Kimdən, məndən? Olacaq çıxışlıq. Yəni, sual verirsən. Açı, əki şəkilçisi var. Yan, yanaçı, çəp, çəpəki. O çəpəki baxır. Necə baxır? Zərf düzəldir. Biz yanaçı əyləşdik. Necə əyləşdik? Yandan yanaçı. Zərf düzəldir. Sonra lıq 4 plus da var. Təklikdə, birlikdə, lik plus da. Biz birlikdə əyləndik. Necə əyləndik? Sonra da var. Dadə şəkilçisi də. Bax, ismi yerli yal olur da, düzdürmü? Həm yerli yal olur, həm zərf düzəldir. Kimdə, nədə, harada sualına cavab versə yerli yaldır. Amma dadə gün, ay, həftə, il, qış, yay, payız, zaman mənalı sözlərə qoşulanda olacaq zaman zərfi. Məsələn, gündə bizə gələrdi. Nə zaman gündə? Oldu zaman zərfi. İldə bir dəfə bizə gəl. Nə zaman? İldə bir dəfə. Oldu zaman zərfi. Amma dadə kimdə, nədə, harada? Məsələn, evdə oturdu. Harada evdə? Oldu yerli yal. Sonra səndə maraqlı kitablar var. Kimdə, səndə? Oldu yerli yal. Sonra cacə şəkilçisi var. Cacə ilə deyəcəyik. Cacə nədir? Məsələn, türkcə, ingiliscə. Məsələn, o ingiliscə danışır. Necə danışır? Ümumiyyətcə, cacə ilə bağlı dim yeni bir qayda qəbul edib. Cacə şəkilçisi dil bildirən sözlərə qoşulub. Necə, nə cür, nə tərzdə sualına cavab versə, olacaq tərz hərəkət zərfi. Baxın, cacə dil bildirən sözlərə qoşulub. Necə, nə cür, nə tərzdə sualına cavab verəndə olacaq tərz hərəkət zərfi. Ancaq dil bildirən sözlərə qoşulanda, məsələn, xəfifcə sözü sadə zaman zərfidir. Məsələn, türk sözündən türkcə. O türkcə danışır. Necə danışır?
oldu təzə rəkat zərfi. Atam ingiliscə bilir. Necə bildi? Təzə rəkat zərfi. Biz almanca danışırıq. Necə danışır? Olacaq təzə rəkat zərfi. Sonra cər şəkilçisi var. Bir sözündən birgə. Biz birgə əylənirik. Necə əylənirik? Olacaq təzə rəkat zərfi. Sonra lıq 4 var. Lığlik, luqluq. Hələlik, həmişəlik, indilik. Caq-cək var. Sevincək. O məni görəndə sevincək qışqırdı. Necə qışqırdı, nə tərzdə? Yan sözündən yanaşı. Biz yanaşı əyləşdik. Necə əyləşdik? Sonra inə şəkilçisi var. Məsələn, eninə, düz-düzünə. Inca var. Inca incə. Unca uncə. Layiqincə. Lazımınca. Məsələn, deyir ki, o layiqincə bizi qarşıladı. Necə qarşıladı? Nə tərzdə qarşıladı? Lazımınca qiymətləndirildi. Necə, nə tərzdə? Sonra mürəkkəb zərflər müxtəlif yollarla yaranır. Bitişik yazılan zərflər, məsələn, bar bitişdiricisinin köməyi ilə yaranır. İlbəil, yanbayan, dalbadal, taybatay. Məsələn, deyirsən ki, qapılar taybatay açıldı. Necə taybatay? Amma ümumiyyətcə babəllər zərf düzəldir. Babə ilə 3 dənə sifət düzəlir. Bunlar hansılardır? Cürbəcür, növbənöv, rəngbərəng. Ümumiyyətcə bir də sizə onda deyim ki, babə ilə düzələn 3 dənə sifət var. Cürbəcür, növbənöv, rəngbərəng. Bunu da necə ayıra bilərsiniz? Sifət özündən sonra isim istəyir. Məsələn, deyirsən ki, növbənöv şirniyyatlar. Necə şirniyyatlar? Rəngbərəng dadlar, rəngbərəng paltarlar, necə paltarlar, məsələn. Sonra, amma yerdə qalan babələr isə zərf düzəldir. Sonra, müxtəlif mənalı sözlərin birləşməsi ilə yaranan zərflər var. Göz altı, dil ucu, ağız ucu, söz arası, axşamüstü, gecə yarı, at üstü, üzü yuxarı, səhər sağı, gözü yumlu və s. Sonra defislə yazılan mürəkkəb zərflərin əmələ gəlməsi var. Məsələn, eyni sözün təkrarla yarananlar. Yavaş-yavaş, asta-asta, tez-tez, iti-iti, bir-bir, gizli-gizli, sakit-sakit. Biri və ya hər ikisi şəkilçi qəbul etmiş eyni sözlərin təkrarla yarananlar var. Məsələn, birdən-birə, belə, gündən-günə. Antonim sözlərin köməyi ilə yarananlar var. Gec-tez, əvvəl-axır, ora-bura, səhər-axşam və belə də ola bilər. Sonra yaxın mənalı sözlərin köməyi ilə yarananlar var. Məsələn, səssiz, səmirsiz. Sonra lal dinməz. Belə. Sonra tərəflərindən biri və ya hər ikisi ayrılıqda işlənə bilməyən sözlərin köməyi ilə yarananlar var. Məsələn, tələm-tələsi, için-için, xısın-xısın, az-maz. Yönlü çalda işlənmiş bir sayla digər sayların qoşulması ilə yarananlar var. 1-ə 5, 1-ə 10. Məsələn, deyirsən ki, malın qiyməti 1-ə 5 artdı. Nə qədər artdı? Sonra dilimizdə bir qrup ayrı yazılan zərflər də var. Bunlar hansılardır? Hər gün, hər an, hər zaman, bu vaxt, bu saat, o saat, ilk dəfə və s. Zərfin mənaca 4 növ var. Tərz hərəkət, zaman, miqdar, bir də yer. Tərz hərəkət zərfləri hərəkətin icra tərzini bildirir. Necə, nə cür, nə tərzdə sualına nə edir, cavab verir. Sadə tərz hərəkət zərfləri. Səlis, yaman, dürüst, təkrar, çətin, yaxşı. Sonra düzəltmə tərz hərəkət zərfləri var. Qəhrəmancasına, sürətlə, yanaçı, çəpəki, ağa yana, dost yana. Sonra mürəkkəb tərz hərəkət zərfləri var. Addım başı, at üstü, daban basma, həzin-həzin, qabaq-qabağa, əyri-əyri, qeyri-ixtiyari. Belə. Burada nə deyim? Tərz hərəkət zərfləri ilə fe'li bağlamalar bir-birinə çox bənzər. Bunlar necə ayıra bilərik? Tərz hərəkət zərflərini zərfi inkarda işlətmək olmur. Düzdürmü? Amma fe'li bağlamasını inkarda işlədə bilərsən. Bax, 2 dənə cümlə deyim. Məsələn, deyirsən ki, o qaça-qaça evə gəldi. Bir də var deyirsən ki, o
Asta-asta evə gəldi. Qaça-qaça gəldi. Asta-asta gəldi. Bax, qaça-qaça nədir? Feili bağlama. Qaç sözün köküdür. A, ə, nəyin şəkilçisidir? Feili bağlamanın şəkilçisidir də, düzdürmü? Həm də bax feili bağlaman dedik axı inkarda işlədə bilərik. Qaça-qaça, qaçmaya-qaçmaya. Görsənmi, neynədir? İnkarda işlətmək oldu. Qaça-qaça, qaçmaya-qaçmaya. Amma o asta-asta evə gəldi. Asta-asta burada nədir? Zərfdir. Asta-asta sözünü inkarda işlədə bilmirsən axı. Burada asta-astaya maməni harasını artırasan ki? Demək, asta-asta nədir? Bu isə olacaq zaman zərfi. Yəni, üzr istəyirəm, təzərəkəz zərfi. Bax, nə edirik? Belə bu formada ayırırıq. Sonra zaman zərfləri hərəkətin, hadisənin zamanını bildirir. Nə vaxt, nə zaman, haçan suallarından birinə nə edir? Cavab verir. Zaman zərfləri quruluşuna görə sadə, düzəltmə və mürəkkəb olur. Sadə zaman zərfləri hansılardır? Keç, indi, bildir, inişil, daim, hələ, dərhal, yenə, axşam, səhər, sırağacın, əvvəl, sonra, qabaq, həmişə, bayaq, yenə. Məsələn, deyirsən ki, dərhal bizə gəldi. Nə zaman? Səhər bizdə idi. Nə zaman? Bir də, bax, sırağacın sözü də sadə zaman zərfidir. Sırrıdan gəlir. Arasında ı hərfi olmur. Sırrı. Sonra, bax, bildir sözü vurğusu dəyişməklə mənası dəyişən sözdür. Bildir sözündə vurğu birə düşəndə olur zaman zərfi bildirir. Yəni, bir il əvvəlki il. Bildir. Vurğu kişiyə düşəndə isə olur fel. Məsələn, bunu mənə bildir. Vurğu kişiyə düşəndə isə olacaq nə? Fel kimi çıxış edəcək. Sonra, bir də nə edeyim burada? Bax, əvvəl, qabaq, sonra bəri sözləri. Əvvəl, qabaq, sonra bəri. Özündən əvvəl çıxışlı halda sözə qoşularsa, olacaq qoşma. Səndən əvvəl, səndən qabaq, səndən sonra, səndən bəri desəm, olacaq qoşma. Amma müstəqil işlənibsə, olacaq zərf. Məsələn, əvvəl arxı tullanan, sonra afərindir. Buradakı əvvəllə sonra nədir? Zaman zərfi. Çünki müstəqil işlənib. Heç nəyə qoşulmayıb. Amma özündən əvvəl, səndən qabaq, çıxışlı halı sözə qoşulsa olacaq nə? Onda isə olacaq qoşma. Məsələn, naharı qurtarandan sonra evə getdik. Qurtarandan sonra. Feili sifətdən sonra dandan işləndirsə o nə olacaq? Olacaq qoşma. Belə. Sonra çoxdan sözü də, hərdən sözü də düzəltmə zaman zərfi də hər sözündən düzəlib. Hər sözündən. Bax, hər orada nədir? Təyin əvəzlikçidə, düzdürmü? Təyin əvəzlikçidə nə düzəldi? Zərf düzəldi. Hərdən bizə gələrdi. Nə zaman? Belə ola bilər. Sonra mürəkkəb zaman zərfləri iki sözün birləşməsi ilə yarana bilər. Ara sıra, səhər axşam, əvvəl axır, səhər səhər. Sonra yer zərfləri hərəkətin və hadisənin nəyini bildirir? Yerini bildirir. Hara, haraya, harada, haradan suallarla birinə neyini cavab verir. Quruluşuna görə sadə, düzəltmə və mürəkkəb olur. Sonra sadə yer zərfləri. Bilirsiniz, yer zərfləri hansılardır? İrəli, geri, ora, bura, sağa, sola, yaxın, uzaq, ortalıqda, aralıqda, yaxınlıqda. Sonra ora, bura, dala, qabağa, sağa, sola, üzü yuxarı, bir də üzü aşağı. Bunlar nədir? Yer zərfləridir. Burada nə deyim? Yer zərfləri ilə yer məkan mənalı isimlər bir-birinə çox bənzəyir. Hər ikisi harada sualına cavab verir. Bunu necə ayırarsan? Yer zərfləri yeri dəqiq bildirə bilmir, amma yer məkan mənalı isimlər isə yeri necə bildirir, dəqiq bildirə bilir. Bax, deyirsən ki, Şuşada festival keçirildi. Harada? Şuşada. Burada Şuşa nədir? İsimdir. Çünki neynədir? Yeri dəqiq bildirdi. Yer məkan mənalı isim yeri dəqiq bildirə bilir. Şuşada festival keçirildi. Dəqiq yer haradır? Şuşadır. Amma deyirsən ki, məsələn, irəlidə işlərimiz çoxdur. Harada? İrəlidə. Bilinmir axı. Deyirsən ki, maşınımız irəlidədir. Haradadır? Yeri dəqiq bildirə bilmir ki, hansı irəlidədir, nə qədər irəlidədir. Və ya başqa bir nümunə deyim. Deyir ki, Aysel Moskvada yaşayır.
Yeri dəqiq bildirdimi? Moskva burada nədir? İsimdir. Yer məkan mənalı isimdir. Yeri dəqiq bildirirsə isimdir. Amma deyirsən ki, Aysel yuxarıda yaşayır. Yeri dəqiq bildirə bilmədi də, düzdürmü? Yuxarı deyəndə hansı yuxarıda nəzərdə tutur? Nə qədər yuxarıdan nəzərdə tutur? Necə? Olar bir sual verin. Buyurun. İrəlidə həm zaman kimi düşünə bilərik ki, onu irəlidə Olar. nədən Hə, ilədir? olar. Zaman zərfidir. Olar xanım. Bəli. İrəlidə planlardır. Olur. Amma yer məkan mənasına baxın. Sonra miqdar zərfləri hərəkətin, hadisənin miqdarını, dərəcəsini bildirir. Sadə düzəltmə mürəkkəb olur. Az, çox, xeyli. Bax, az, çox, xeyli həm zərf olur, həm say olur. Özündən əvvəl ismə aiddirsə, məsələn, ismə aiddirsə say olur. Az insan, çox insan, xeyli insan deyiriksə saydır. Amma feilə aiddirsə, az danışdı, çox danışdı deyiriksə nədir? Zərfdir. Düzəltmə miqdar zərfləri tamamilə, dəfələrlə, bütünlüklə. Məsələn, mən işimi tamamilə bitirdim. Nə qədər bitirdim? Bax, miqdar zərfi daha tərz hərəkət zərfi deyil. Çoxsu buna tərz hərəkət zərfi bilir, yanlışdır. Bax, işimi tamamilə bitirdim. Nə qədər bitirdim? Bu sözü sənə dəfələrlə demişəm. Nə qədər demişəm? Sonra işimizi bütünlüklə bitirdik. Nə qədər bitirdik? Necə bitirdik? Yox, ha, nə qədər bitirdik? Belə. Sonra mürəkkəb miqdar zərfləri. Hansılardır? Çox-çox, az-az, az-çox, az-maz, 1-ə 5. Məsələn, malın qiyməti 1-ə 5 artdı. Nə qədər artdı? Belə. Gəldik zərfin digər nitqçələrindən fərqləndirilməsi. Baxın, dilimizdə isim və zərf kimi işlənən sözlər var. Bunlar hansılardır? Gecə, gündüz, səhər, axşam, günorta. İsmin sualına cavab verəndə, isim zərfin sualına cavab verəndə sorulacaq nə zərf? Məsələn, səhər yeməyi, isim, səhər yola düşəcək, nə zaman olacaq zaman zərfi. Axşam yeməyi, isim, axşam getdik, nə zaman olacaq zaman zərfi. Sifət və zərf olan sözlər var. Gözəl, qəşəng, pis, yaxşı, tək, cəld, aydın, doğru, əyri. Məsələn, aydın səma. Necə səma? Sifət. O aydın danışır. Necə danışır? Zərf. Sonra say və zərf olan sözləri dedi. Az, çox, xeyli, biraz, bir qədər, çox, çoxlu, azacıq. Məsələn, azacıq insan. Nə qədər insan? Miqdar sayı. Azacıq danışdı. Nə qədər danışdı? Olacaq nə zərf. Gəldik köməkçilik hissələri ilə bağlı nə edeyim? Köməkçilik hissələri suala cavab vermir. Cümlə üzvü ola bilmir. Yeni söz düzəltmək olmur. Köməkçilik hissələri hansılardır bilirik? Qoşma, bağlayıcı, ədat, modal sözlər nədir? Mən bugün modal sözlərdən başlamaq istəyirəm. Modal söz nədir? Danışanın ifadə etdiyi fikrə münasibət bildirən sözlərə deyirlər modal sözlər. Danışanın ifadə etdiyi fikrə münasibət bildirən sözlər modal sözlər adlanır. Modal sözlər quruluşuna görə sadə və mürəkkəb olur. Sadələr hansılardır? Həqiqətən, bəlkə, beləliklə, görünür, doğrudur. Mürəkkəblər. Yəni iki sözdən ibarət olanlar. Yəqin ki, şübhəsiz ki, doğrudan da, sonra güman ki, bəlkə də və s. Demək gəldik modal sözlərin mənaca növlərinə. Modal sözlərin mənaca növlərini yadınızda saxlaya bilərsiniz. Şeylə, nə ilə yadda saxlaya bilərsiniz modal sözlərin mənaca növlərini? Məntiqlə yadda saxlaya bilərsiniz. Yəni, burada çətin bir şey yoxdur. Məsələn, təsdiq, yəni yəqinlik bildirənlər. Baxın, bunun iki adı var. Təsdiq bildirən modal söz də demək olar. Yəqinlik bildirən modal söz də demək olar. Təsdiq də demək olar, yəqinlik də. Təsdiqlə yəqinlik eyni şeydir. Hansılardır? Doğrudan da, həqiqətən, sözsüz, şübhəsiz, şəksiz, doğrusu, düzü, təbii ki, düzdür, doğrudur. Ehtimal, yəni güman, şübhə bildirənlər. Yəqin ki, görünür, ehtimal ki,
bəlkə də, deyəsən, güman ki, olmaya, olsun ki, demə. Bənzətmə, müqayisə bildirənlər. Bax, mənasından dedim axı tuta bilərik də. Və yəqin ki, o dərsə gəlməyəcək. Güman şübhədir də. Ehtimal ki, o bunu bilmir. Güman şübhədir də, düzdürmü? Olsun ki, o da gələcək. Güman şübhədir də. Heç bəlkə gəlmə də hardan bilsən. Bənzətmə, müqayisə bildirənlər. Sanki, elə bil ki, güya ki. Bir də nə deyim? Bax, bütün modal sözlər özündən əvvəl və sonra vergül istəyirlər. Baxın, bütün modal sözlər özündən. Yəni modal sözlər cümlənin əvvəlində gələndə özündən sonra, ortada gələndə hər iki tərəfdən, sonda gələndə isə nə edir? Özündən əvvəl vergül işarəsi istəyir. Bu mütləqdir. Amma istisna olaraq bənzətmə ilə müqayisə bildirən modal sözlər vergül istəmir. İstisna olaraq bənzətmə ilə müqayisə bildirənlər istəmir. Təəssüflər hansılardır? Təəssüf bildirənlər. Heyif ki, əfsus ki, təəssüf ki. Sonra fikrin mənbəyini bildirənlər. Cazə ilə düzələnlər. Məncə, səncə, fikrimizcə, zənnimizcə. Nəticə və ümumiləşdirmə bildirənlər. Yəni fikrin sonunda deyilənlər. Deməli, demək, nəhayət, yaxşı, müxtəsər, əlqərəz, qısası, bir sözlə. Yəni necə olur? Fikrin sonunda deyilir. Nəticə kimi deyilir də. Müxtəsər. O dərsə gələcək. Fikrin sonunda deyildi, düzdürmü? Və ya da deyirsən ki, məsələn, əlqərəz, sən deyəndir. Bax, bunu cümlənin fikrin əvvəlində demərik ki, düzdürmü? Əlqərəz. Kimsə danışır, axırda deyirsən ki, hə, əlqərəz, sən deyəndir. Sonra xülasə, sizin dediyiniz olsun. Sonra nida çox asaddır. Nida nədir? Yəni danışanın hissini, həyəcanını, qorxu və sevincini bildirən köməkçilik hissəsi nədir? Nida edilir. Nidalar da modal sözlər kimi neyinir? Vergül istəyir. Cümlənin əvvəlində gələndə özündən sonra, ortada gələndə hər iki tərəfdən, sonda gələndə isə neyinir? Özündən əvvəl vergül işarəsi istəyir. Nidanın mənaca növləri hansılardır? Birincisi, qorxu, narahatlıq bildirənlər. Vay, vay başıma gələnlər. Ox, ağılsız başım məsələn. Of, mən nələr etdim. Sonra belə ay aman, ay dad. Şadlıq, sevinç, heyranlıq. Bir də bir şey deyim də. Nidaların bölgüsü şərt xarakteri daşıyır. Yəni nidaların hansı məna verildirini tamamilə cümlədəki yerindən biləcəksiniz. Cümlədəki yerindən. Necə? Məsələn, deyirsən ki, of, nə gözəl yerdir bura. Burada nə bildirdi? Heyranlıq bildirdi. Düzdürmü? Bir də var deyirsən ki, of, mən nələr gördüm. Burada isə nə bildirir? Narahatlıq bildirir də, düzdürmü? Sonra məsələn şadlıq, sevinç, ura, bəhbəh, paho, oho, oxqay, aycan, aycan. Yəni, tamamilə cümlədəki mənasını tuta bilərsin. Çağırış bildirənlər. Hey, hey yolçu, ey vətən, abala, ay qızım, hey. Qəm, kədər bildirənlər. Ah, məsələn. Sonra tələbəlik illəri. Of, kaş belə etməzdim. Nifrət və istehza bildirənlər. Tufu, məsələn deyir, tufu sənin üzünə belə də. Ha ha ha. Ha 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 bilsiz nədir? Bu istehza bildirən var ha ha ha. Bax ha ha ha. Onun elə bil istehzası. Yəni kiməsə rişxantla gülürsən. Nidalar da sadə və mürəkkəb olur. Sadə nidalar ahdı, eydi, oydu, vaydı. Sonra ayrı yazılan nidalar ay aman, ay can, ay haray. Defslə yazılanlar. Ay ay ay, vay vay vay, pəh pəh pəh. Belə. Bitdi. İndi gözləyin. Zəfdən oradan buradan baxaq test. Məsələn 9-cu testə baxaq. Yer zərfi. Xanım 9-a baxaq. 9. Yer zərfi olan cümləni müəyyən edin. Yer zərfi ilə yer məkan mənalı isimlərə aid olan bir məsələdir.
Yəni limandan aralandı. Haradan? Limandan. Liman orada isimdir. İsimdə. Deyirsən. Hı. Ləpələrin üstündə harada? Hı hı. O da yeri dəqiq bildirdi isimdir. Hı -hı. Hı hı. Yolun yarısından. Yolun yarısından müəllim yoxsa Yox, D orada da. variantıdır. Ay, deyə bax, biz yolun yarısından geri döndük. Hə, bax Hı -hı. buradakı geri nədir? Geri artıq yer zərfidir də. Bax yer zərfləri hansıları idi? İrəli, geri. D variantı dedim müəllim. Hə, orada yəni geri sözüdür. Aha, bəli. Sarvanla davam eləyək. Bir saniyə. Sarvan 17-yə baxaq. Bəli, müəllim. Hansı cümlədə düzəltmə zərf işlənməmişdir? A. İmtahanlarımı müvəffəqiyyətlə verdim. B. O ucadan danışmağa adət etmişdir. C variantı. Qışda dağlar ağ geyinər, yaz qara. D. Burada D variantıdır. Hansı variant? C variantı C. Niyə? Orada qışda söz var. Qışda nə zaman? Qışda. Qışda. Dayda orada zəf düzəldi. Qışda nə zaman? Hə, qışda döyüş bölgəsinə gecikmədən çatmalısan bölgəsi. Hı. Yanakı dayanmışlar. Yanakı dayanmışdılar. Yox, Yanakı bax. dayanmışdılar. Döyüş bölgəsinə gecikmədən çatmalısan. Bax, gecikmədən. Oradakı madan mədən nədir? Feili bağlamadır da, düzdürmü? Hə, fe'li bağlı. Bax, müvəffəqiyyətlə. Lalə nədir? Zərfdir. Ucadan necə? Tərz hərəkət zərfidir. Qışda, nə zaman qışda? Zaman zərfidir. Yanaçı necə? Tərz hərəkətdir. Amma gecikmədən. Madən mədən burada nədir? Feili bağlamadır. Ona görə cavab Hə, nədir? Yedi. Zərf yoxdur ki orada. Y var. Aha. Müəllim, tərz Bəli. hərəkət niyə götürmürük onu? Çünki, bax, niyə götürmürük? Birincisi, gecikmədən necə bax dedi ya, tərz hərəkət zərfinə feili bağlama bir-birinə bənzəyir. Madan mədən feili bağlamanın şəkilçisidir. Bu bir. Hə. İkincisi, burada zaten madanın mənasında inkarlıq var da, bunu inkar ehtiyac yoxdur. İkincisi, gecikmə sözündə hərəkət var da, feili bağlamada hərəkət olur, amma zərfdə isə hərəkət olmur. Hə, aydındır mənim. Hə, Sağ ol. buyurun. Qardaşxandan gedək elə. Qardaşxan 20-yə baxaq. Diqqətlə otağa göz gəzdirdi, sonra içəriyə daxil oldu. Bir qədər dincəldi cümləsində zərfin məna cənövlərinin ardıcılığı. Diqqətlə otağa göz gəzdirdi. Diqqətlə. Tərz hərəkət. Hı. Sonra içəriyə daxil oldu. Sonra zaman zərfi. Tərz hərəkət zaman. Bir qədər kəmiyyət zərfi. Tərz hərəkət zaman. Kəmiyyət. Aysa. Diqqətlə tərz hərəkət, sonra zaman, içəri yer, bir qədər də ki, kəmiyyət. Etmən Düzdür? qatmış. Bəli. Hı -hı. Davam edirik. Ləmanla. Və Ləman 29-a baxaq. Ləman bayaqdan baxdınız. Ayşə 29-a baxaq. Ayşən dediniz müəllimə. Hə, Ayşə. 29 Aha, bəli. zəng vurulandan sonra da xeyli oturdum. Yazı işlərini diqqətlə yoxladım cümləsində işlənmişdi. Zəng vurulandan sonra. Sonra zaman xeyli. Yox, bax indi orada ona görə dedim Ayşən. Oradakı sonra çıxışlı xaldan sonra gəlib son nədir? Hə, əvvəl yox. Sonra da zaman. Çıxışlı xaldan sonra gələndə nə olurdu müəllimə? Xatırlamıram. Qoşma. Bax dedi ya,
Əvvəl qabaq, sonra bəri sözləri özündən əvvəl çıxışlı xala qoşulanda olurdu qoşma. Amma müstəqil işlənəndə isə olurdu zərf. Bax, burada vurulandan sonra özündən əvvəl çıxışlı xal gəlib sonra nədir? Qoşmadı. Yəni onu zərf götürmüsən, qoşmadı. Onda xeyli kəmiyyət götürürük. Xeyli kəmiyyət, diqqətlə. Diqqət, tərz hərəkət. Ay, sağ ol. Bəli, kəmiyyət, tərz hərəkət, A. Düzdür. Ruqi 31-ə baxaq. Ha, tərkibində kəmiyyət zərfi olan cümləni müəyyən edin. Azlıq çoxluğa tabedir. Burada isimdir. Hı. Azlıq. B variantında az danışmaq gümüşdürsə, susmaq qızıldır. Elə B variantıdır. Nə qədər danışmaq, az danışmaq. Ay, sağ ol. Düzdür, O biri bəli. variantlara baxın. Bəli. Nigar 32-yə baxaq. Tərkibində zaman Buna görə D variantı olmadı. zərf olan cümləni göstərir. Testdə. Necə? Müəllimə, bundan qabaqki testdə niyə görə D variantı olmadı? Axı xeyli meyvə deyir axı orada. Xeyli orada İsmaildir. Xeyli fe'lə aid olanda zərf olur da. Xeyli meyvə. Xeyli ismə aid olanda say olur. Bəs az danışmaq necə danışmaq kimi götürülmür o? Az danışmaq. Nə qədər danışmaq, nə qədər. Fe'lə aid olanda oradakı danışmaq feildir. Necə yox, sual nə qədər olmalıdır. Tamam. Mən necə başa düşdüm? Tamam, 32-yə baxaq. Mən həmişə bunları görə susurdum. Görə. Biz bu görə burada feili bağlamadır da. Ay, sağ ol. Biz zəllərin üstü ilə tələsmədən addımlayırdıq. Tələsmədən. Gənc xəfifcə gülərək cavab verdi. Körpə gecə qəfildən oyandı. Yağış axşam. Körpə gecə qəfildən oyandı. Ay, sağ ol. Gecə nə zaman, qəfildən necə? Düz Nigar, bəli. Bəli. Tamam, xəfifcə nədir orada? Xəfifcə zərfdir, tərz hərəkətdir. Onu da deyirəm ha, xəfifcə sadə tərz hərəkətdə. Cacə yalnızca dil bildirən sözlərə qoşulanda düzəltmə olur. Yaxşımı? Rusca, fransızca, latınca dil bildirən sözlərə qoşulur. Necə nə cür sualına cavab verəndə. Xəfifcə zərfdir, tərz hərəkətdir, amma sadə tərz hərəkətdir. Ha, aydın. Tamam. Ziya, bir də 34-də baxaq burada. Deməli, cümlələrin birində zaman, tərzi hərəkət və yer zərfləri işlədilmişdir. Dünəndən bəri yağan yağış yenicə sakitləşmişdi. Burada deməli zaman zərfi yoxdur, çünki bəri qoşmadır. Daha sonra dünən futbolçularımız cəsarətlə oynayaraq xalq hesabı ilə irəli çıxmışdılar. Dünən zaman zərfidir. Daha sonra cəsarətlə oynayaraq, burada cəsarət də tərs hərəkətdir. İrəli çıxmışlar, yəni haraya, yəni bunu yəqin cavab B-dir. Ay, sağ ol. Dünən zaman, düzdür. Cəsarətlə tərz hərəkət irəli yerdir, bəli. Düzdür. Bir saniyə. Bir bənzlə davam edirik. Demək, burada modal sözlərə baxaq. Çox bənz. Səs aça bilirsən? Bir bənz səs aça bilirsənmi? Səs aça bilirsənsə. Tamam. Məlikə, 8-ə baxaq. Modalda 8. Axşamınız xeyir. Axşamın xeyir olsun Məlikə. Təsdiq bildirən modal sözlərdən ibarət çevrəni müəyyən edin. Təsdiq. Əlbəttə, şübhəsiz. Ay, sağ ol. Düzdür, bəli, düzdür. Rüfani 11-ə baxaq. Rüfani 11-ə baxa bilirsən. Tamam, xanım 11-ə baxaq. Bəli. 11 Hı. modal sözlərdən modal söz hansı cümlədə işlənmişdir?
Bu gün o məncə burada fikir bildirən modal sözü bildirir. B variantı. B variantı. Hə. Bəli, bəli. B-də bu gün o Fikir, məncə gedə bilməyəcək. fikir bildirən modal sözdür də, Bəli, düzdürmü? fikir mənbəyini bildirir. Düzdür, bəli. Düzdür. Sərvan 14-ə baxaq. 14. Hansı cümlənin tərkibində modal söz işlənmişdir? Modal söz. Hmm. Burada B variantı D. yoxsa B. Bəli, görəsən. Düzdür, bəli. Düzdür. Görəsən. Bəli. Sonra günün 16-ya baxaq. Hansı cümlədə yəqinlik bildirən modal söz işlənmişdir? Yəqinlik bildirən. Məncə bu rəngləşin və qurtuluşun anası azadlıqdır. Məncə cəmaatı verirəm, başqa şey maraqlandırır. Yəqinlik yəni təsdiq deməkdir. Bildim, oxuyun prosto. Üzr sən oxuyurdum ona görə. Məncə A variantı. Yox, məncə fikrin mənbəyidir. Doğrusu onda C. Ay, sağ ol. Düzdür, bəli. Doğrusu yəni təsdiq bildirən düzdür. Bəli. Nidaya baxaq. Demək. Nida çox azaddır. Məsələn, xanım 7-yə baxaq Nidada. Yalnız birində şadlıq nidası işlənib. Hayır. A variantında sualdır da, düzdürmü? Ya çağırış kimi ay. Çağırışdır, Çağırış. bəli. Bizdən nəyi soruşur? Şadlıq kimi. Aha, deyəsən düzülürlər. D variantıdır. Ay, sağ ol. Aha. Aha, deyirsən düzdürlər. Evet. Əhsən. Düzdür, bəli. Düzdür. Ya 8-ci testə baxaq. Hansı cümlədə çağırış nidası işlənmişdir? Burada yəqin ki, ay qız olar da, iyi olacaq. Bəli, ay qız. Düzdür, bəli. Sonra Ayşən 15-ə baxaq. 15. A variantı. Abala, hara gedirsən? Burada Ha, vergülü soruşur. vergül qoyula bilər. Bala. A-dan sonra vergül qoyula bilməz axı orada. Ay uşaqlar. Nidada mənim qarışdırdım. Hər iki tərəf modal sözdə idi də, vergül. Bəli, Nidaya- modal sözlə nidada. Nidada da hər ikisində olur, hə? Bəli. D variantı. Yox. Ey, vay, yox. Ay aman. Ay aman. Bilmədim, bu sualı mən də Deyə başa bax, düşmədim. bax. Deyir ki, ey, yorğun yolcusu, indi hara gedirsən? Orada ey-dən sonra vergül qoymaq olar da. Ey, vergül, yorğun yolcusu, indi hara gedirsən? C variantı. Bax, ey-dən sonra burada fasilə vermək olar da, ona görə. Məlikə 17-yə baxaq. A sözü hansı cümlədə nida kimi işlənmişdir?
Oxuyum dəqiq. Bir günlə də tapa bilərsən, Məlikəm. Böyle kalmışam ama. Sualı versəz tez tapa Aa, bilər. Bəli. demeyin de. Ah, onun görkəm. Tapıramda demeyin. Bəli. Bax, B-də isimdir. C-də yanıqlı ah nə? Amma A-da bax, vergül də var ha. Ah, onun görkəmi nə tayırmardır. Düzdür, bəli. Belə. Belə uşaqlar. Bağlayıram burada. Demək, rəf modal sözü bir dərindən keçdi. Sabah saat 11-də də dərsə qoşula bilən qoşulsun, qoşula bilməyən də videonun qrupa atacağım. Mütləq qrupa baxsın, yaxşımı? Oldu mu? İndi bazar günləri bundan sonra çalışacağım ki, hər bazara dərs alım. Belə, sağollaşıram. Gecəniz xeyrə, yuxunuz şirin. Görüşərik Sağ sabah. olun. Bir daha Sağ sevgiler. olun. Sağ olun, müəllim. Sağ olun.